Səhv ödənişin geri qaytarılması istəniləndə nə etmək lazımdır? Bəzi hallarda bank müştərisinə zəng edib onun hesabına səhv ödəniş edildiyini bildirir və vəsaitin hansısa kart hesabına geri qaytarılmasını xahiş edirlər. Bu halda müştəri balansını və əməliyyat tarixçəsini yoxlamadan heç bir ödəniş etməməlidir. Yaxşı olar ki, bu halda müştəri xidmət aldığı bankın məlumat mərkəzi ilə də əlaqə saxlasın. Çünki naməlum şəxsdən belə bir xahiş ilə gəlmiş zəng dələduzluq üsulu da ola bilər. 2026 hədiyyəli gəlir. ABB-nin şanslı 2026 lotereyasına qoşulun. 15 noyabr 2025-ci ildən 15 yanvar 2026-cı ilə qədər hər 20 manat ödənişdə bir şans qazanın. Bu lotereyada avtomobil qazanmaq fürsətiniz var. Bundan başqa 15 ədəd telefon, 15 ədəd notebook, 15 ədəd qulaqlıq, 15 ədəd ağıllı saat, 15 ədəd səyahət kartı və faydalı kəşbəklər. Şansları necə qazanırsınız? ABB Mobile-dakı lotereya bölməsində aktiv etə klikləyin, lotereyaya qoşulun. Əlavə olaraq yeni ABB məhsulları əldə etmək sizə daha çox şans qazandıracaq. Nağd kredit və ya kredit kartı əldə etsəz 100 şans, əmanət hesabı açsaz 100 şans, yeni debet kartı sifariş etsəz 20 şans əldə edəcəksiniz. Şansınızı artırın. 2026-nın şanslısı siz olun.